Salam hörmətli müəllimlər, dəyərli həmkarlar. Mən Leyla Allahverdiyeva. Bu günlərim sizə 8-ci sinif texnologiya kitabının 16-cı mövzusu olan avtomatlaşdırılmış paltaryuyan maşının quruluşu və iş prinsipi haqqında məlumat verəcəm. Deməli bilirik ki, müəllimlər, yəni müasir zəmanəmizdə bütün belə deyək, daha doğrusu, yəni çoxluq hissə, avadanlıqlarımızın çox hissəsi demək olar ki, avtomatlaşdırılır. Və bu əşyalarımızdan biri də bizim belə deyək ən ağır əl əməyi hesab edilən işimiz, yəni paltarların yuyulması işindən bizi belə deyə azad eləyib. Bu bizim deməli paltar yuyan maşınlarımızdır ki, avtomatlaşdırılmış paltar yuyan maşınlardır ki, belə deyək həqiqətən də yəni üst geyimlərinin, yataq dəstlərinin yuyulması, çantaların yuyulması, təbii ki, bunlar əl ilə görülən ən ağır işlərdən biri idi və artıq müasir zəmanəmizdə nə yaxşı ki, belə deyək, avtomatlaşdırılmış paltar yuyanlarımız var və ümumiyyətcə müəllimlər bir nüansa nəzər eləyək ki, bir dəqiqə mən buradan qələmi açım. Deməli, paltar yuyan maşınların hansı növləri var deyə sual düşür bizə. Bu zaman biz götürürük kiçik ölçülü, əl sıxma qurğulu, yarım avtomat, bir də avtomatlaşdırılmış. Avtomatlaşdırılmış elə müəllimlər, bu hər birimizin artıq müasir zamanədə hər birimizin evimizdə olan, özü yuyur, sıxır. Bax bu belə deyək, avtomatlaşdırılmış paltar yuyan maşınlar nəzərdə tutulur. Bu isə kiçik ölçülü, belə deyək, daha biraz keçmişə, yaxın keçmişdə istifadə olunan belə deyək maşınlara aiddir. Əl sıxma qurğulu isə var idi ki, belə deyək, hansı ki o maşınları paltar yuyulurdu, amma sıxmasını əl ilə yerinə yetirilirdi. Sonra yarım avtomat çıxdı. Onu belə deyək, paltarı özü yuyurdu. Biz ondan su əlavə eləyirdik. O paltarı duruluyurdu. Özünün də bir sıxan hissəsi var idi ki, o hissəyə paltarı keçirirdim, başlayırdıq belə fırlamağa dəstəyini və paltar bu belə deyək sıxılırdı həmin vəziyyətdə. Amma avtomatlaşdırılmış paltar yuyan isə ən mükəmməlidir. Yəni artıq burada əl əməyindən demək olar ki, istifadə olunmur. Sadəcə olaraq biz onun belə deyək lövhəsində tənzimləmə işini qoyuruq. Məsəl üçün qurutma dərəcəsini və yaxud da yuma temperaturunu, artıq o öz işini yerinə yetirir. Daha sonra gəldik. Əgər bizə sualda düşsə ki, paltar yuyan maşının işində insanın əməyindən, hansı paltar yuyan maşının işində insan əməyindən az istifadə olunur, onda biz götürürük avtomatlaşdırılmış. Yəni bu avtomatlaşdırılmış maşınlarda həqiqətən də insan əməyindən çox az istifadə olunur. Və belə deyək, gələk baxaq görək, ümumiyyətcə avtomatlaşdırılmış paltar yuyan maşının iş prinsipi özü nədən ibarətdir? İş prinsipi budur ki, müəllimlər, ümumiyyətcə maşınların üst qapağının altında yerləşən elektrik qapaqları bloku var. Həmin bu blok nəyə xidmət edir? Suyun yığılmasına nəzarət edir. Yəni maşına su vermə şlankının verilərkən, yəni su vermə şlankı vasitəsilə su verilərkən ona nəzarət edir. Deməli, şlankla suyun verilməsinə nəzarət edən nə oldu? Elektrik qapaqlar bloku. Su maşına dolduqdan sonra xüsusi şlank vasitəsilə yuyucu vasitələrin töküldüyü bölməyə təbii ki, axır. Bunu hər birimiz belə deyək, evdə də nəzarət eləyə bilərik də, yəni baxa bilərik ki, həqiqətən də biz su ki, çənə daxil oldu maşına və birinci axır həmin nazik şlankla gəlir oradan yuyucu vasitələrimizi götürür bizim. Bilirik ki, orada yuyucu vasitələr bölməsi 3 bölmədən ibarətdir. Siz diqqət yetirirsəz, görərsiniz ki, orada adətən ki, hansı ki, yuyucu vasitəsi olan hissə var, birinci o hissəyə tökülür. Çünki orada daha sonra məsələn yumuşaldıcı var ki, ən axırda o hissəyə su tökülür. Ən axırda yumuşaltıcıdan istifadə edilir və orada bir hissə də var ki, orada yuyucu belə deyək paltar yuyan maşının qorunması üçün kalqondan falan istifadə etmək üçün onu da bir hissədə də onu götürür. Yəni ən əvvəl yuyucu toz tökdüyümüz bölməyə axır. Sonra isə daha sonra həmin bu şeyi götürdü, yuyucu vasitəsini. Sonra çənə daxil olur. Çəndə də başlayır paltarlı yumağa. Yuma prosesi nəticəsində, yəni daha doğrusu prosesində həm də su başlayır qızmağa, isinməyə. Yəni qızdırıcı element başlayır dövrəyə düşür və başlayır suyu qızdırmağa. Həmçinin də ümumiyyətlə çən ki deyirik, bax çən özü də paslanmayan poladdan hazırlanır. Buna həmçinin biz deyirik baraban. Yəni
çəndə paslanmayan metaldan hazırlanmış və fırlanan baraban yerləşir. Su çənə daxil olduqdan sonra dedik ki, qızdırıcı element işə düşür. Qızdırıcı element suyu lazımi həddə çatdırır. Belə deyək ki, yəni lazımi hədd deyəndə nəyi nəzərdə tutur? Biz əgər tənzimləmədə 30 dərəcəyə qoymuşuqsa, o həddə qədər qızdırır. 100-ə qoymuşuqsa, 180 qoymuşuqsa 80. Yəni hansı həddə ki, qoymuşuq ki, paltarların yuma temperaturunu, o həddə çatana qədər qızdırıcı element başlayır suyu qızdırmağa. Barabanın fırlanması nəticəsində isə barabanda bir titrəyiş yaranır. Həmin bu titrəyişi də sabitləmək üçün, qoy mən indi burada sizə onu da göstərdim. Həmin o belə deyək, titrəyişi sabitləmək üçün isə bax burada fikir versəz ki, 2 ədəd, daha doğrusu biri də burdadır, 3 ədəd yaydan istifadə olunub ki, həmin bu yay baraban özü bax bu yayların belə deyək üzərində yerləşdirilibdir və onu sabitləyir. Axı bir baraban hətta qurumaya çevriləndə, yəni paltarları sıxarkən daha doğrusu, o sıxarkən daha sürətli hərəkət eləyir. Bax bu zaman həmin bu yaylar həmçində yuma prosesində də bilirik ki, baraban fırlanır. Həmin bu fırlanmanı sabitləyən həmin bu yaylardır. Yadımızda saxlayırıq bunu. Bir də barabanın burada bir belə deyək tərifi verilibdir. Müxtəlif maşın və mexanizmlərin silindrik şəkilli hissəsinə. Yadımızda saxlayırıq ki, baraban silindrik şəkillidir də. Yəni bax belə bir bütün detallarda ümumiyyətcə baraban dedikdə silindrik şəkilli bir mexanizm yadımıza düşür. Paltaryağın maşını dedik ki, 2 rejimdə işləyir. Bunu yadımızda saxlayırıq. Yuma və sıxma. Bəzən müəllimlər orada variantlarda götürülür, nə bilim, durulama, sonra qurutma, bu rejimlərə. Yəni yuma deyirsə, artıq yuyulubsa, deməli həm o durulanıb da, yəni həm yuyucu vasitə ilə, yuyucu tozla yuyulub, həm də qurulanıb. Yəni yuma dediksə, bunların ikisini bir arada düşünün. Və sıxma da bir dənə, yəni sıxma. Artıq orada bizdə qurutma deyil də, yəni sıxır. Paltaryağ maşını bilirik ki, paltaryağ maşından paltarı çıxardığımız kimi də geyinə bilmirik ki, o nəm olur da. Çünki qurumayıb axı. Yəni o sıxmadır. Sadəcə olaraq yüksək fırlanma nəticəsində sıxılır deyə bu biraz, yəni əlimizdə sıxdığımız qədər də nəm qalmır da. Yəni 2 rejimdə işləyir, onu demək istədiyim odur ki, yadımızda saxlayırıq yuma və sıxma rejimində. Yuma rejimində baraban növbə ilə gah bir, gah da əks tərəfə, yəni gah sağa, gah sola belə fırlanır. Sıxma rejimində isə bilirik ki, o daha sürətli fırlanır. Hətta deyərdik ki, 1 dəqiqə ərzində 2000 dövr eləyir və 2000 dövr ilə işləmə sürətinə malikdir. Bax bunu da yadımızda saxlayırıq. Daha sonra gəldik. Bir də fırlanmanın momentinin elektrik mühərrikinin valından barabanın varına ötürülməsinin 2 üsulu mövcuddur. 2 üsul bu. Ümumiyyətlə bizə sual düşsə ki, ötürülməni paltaryağ maşında hansı ötürülmələrdən istifadə olunur? Biz 2 ötürülmə götürürük. 1 qayış ötürməsi, 2 də birbaşa intiqal ötürmə. Yəni qayış ötürmə bizə çox da əlverişli ötürmə deyil. Niyə? Çünki bu qayış ötürməsi vaxtı çoxlu səs-küy yaranır maşında, yəni səsi yüksək çıxır. Həmçinin də sürətli şəkildə fırlananda o qayış belə deyək sürtülür və başlayır sıradan çıxmağa, yəni yeyilir. Bu zamanda həmçinin də elektrik enerjisinə də israfa yol verir qayış ötürmə. Amma ən mükəmməl üsul desə, onda birbaşa intiqalı götürürük. Çünki birbaşa intiqal həm elektrik enerjisinə qənaət eləyir, həm də çox yüksək səs də yaranmır bu zamanda maşın işləyərkən. Ona görə bizə sual da versə ki, avtomatlaşdırılmış maşınlarda hansı ötürülmələrdən istifadə olunur? Biz 2 ötürmə götürürük, 2 üsul mövcuddur. Qayış ötürməsi, birbaşa intiqal. Amma sualda desə ki, ən mükəmməl, tutaq ki, avtomatlaşdırılmış maşınların ötürülməsində ən mükəmməl üsul hansıdır? Onda biz götürürük birbaşa intiqal ki, yəni bu belə deyək, izahda da verdik ki, yəni həm elektrik enerjisinə qənaət eləyir, həmçinin də yüksək səs yaratmır, belə paltarları sıxarkən bu cür. Daha sonra gəldik maşının mexanizmində həm səviyyə reləsi, baxaq görək səviyyə reləsi nəyə xidmət eləyir. Səviyyə reləsi müəllimlər suyun paltaryağ maşınına istənilən qədər yığılmasına nəzarət eləyir.
adından məlumdur. Səviyyə relesi suyun çənə yığılması. Belə deyək, əgər biz paltar yuyan maşınla, təbii ki, hər paltar yuyan maşın 5 kiloluq, 6 kiloluq, nə bilim 7 kiloqramlıq deyək də, paltar yuyan maşınlar da özünə məxsus su doldurur da çəninə. Həmçinin də əgər az paltar atmışıqsa, suyu da az doldurur. Çox paltar atmışıqsa, təbii ki, o çalışır çox su yığmağa. Bax, bu suyun səviyyəsinə isə səviyyə relesi xidmət edir, yəni nəzarət edir daha doğrusu. Yumadan sonra isə xüsusi şlanq vasitəsilə həmin ki, o paltarlar ki, yuyulan çirkablı sular ki var, həmin su xüsusi şlanq vasitəsilə kanalizasiyaya axıdılır. Bunun üçün maşında çənin altında boşaltma nasosu var. Bax, su əgər sual düşsə ki, maşında yumadan sonra çirkli sular nəyin vasitəsilə kanalizasiyalara axıdılır? O zaman götürürük ki, çənin altında boşaltma nasosu vasitəsilə kanalizasiyaya axıdılır. Boşaltma nasosu təkcə suyun boşaldılmasına yox, həm də təkrar istifadəsini də həyata keçirir. Bu yolla yuyucu toz suda daha yaxşı həll olunur. Bu funksiyanın bunun üçün nəzərdə tutulmuş digər başqa nasoslar da yerinə yetirə bilər. Həmçinin paltar yuyan maşının işi idarəli itmə lövhəsi vasitəsilə tənzimlənir. Hansı ki, hər bir paltar yuyan maşının üzərində, indi bəzisində ola bilər ki, orada belə deyək, ekran yoxdur. Yəni, amma orada da bir idarə etmə lövhəsi var. Biz orada tənzimləyirik ki, məsəl üçün biz paltarımızı 30 dərəcədə mi yusun, 40 mı, 60 mı və yaxud da sıxmanı orada tənzimləyirik ki, 400-də mi məsələn sıxsın, orada səviyyələr var da, 800 mi, 200 mi və s. və yaxud da istəsə heç ümumiyyətcə sıxmanı qurmarıq da, 0 dərəcə eləyərik, elə sulu vəziyyətdə çıxardarıq. Yəni, bax, bunların hər birini biz idarə etmə lövhəsində, maşının o üzərində belə kiçik bir lövhə var. Bax, bu bizim bu hissədə, yəni ki, daha doğrusu bu hissədə bizim yuyucu vasitələr tökülən siyirmə yerləşir, amma belə deyək, sağ küncündə isə idarə etmə lövhəsi yerləşir maşınlarda. Daha sonra müasir paltar yuyan maşınlarda bilirik ki, çoxlu sayda yuma rejimi var, həmçinin də təhlükəsizlik sistemi ilə də təchiz edilib. Əgər paltar yuyan maşına biz həddindən çox yuyucu tozu açsaq, burada nə baş verəcək? Daha yüksək köpük yaranacaq, maşın suyun verilməsini dayandırır. Bu zaman barabanda paltar əgər qeyri-bərabər paylanıbsa, yəni bir dənə ağır tutaq ki, qalın bir adyal atmışıqsa, orada qeyri-bərabər paylanma baş verir, yəni bir yerə yığılır o həmin paltar. Bu zaman təbii ki, barabanın fırlanması çətinləşir. Amma biz belə deyək, paltarlar hər tərəfə paylananda, bu zaman əvvəlki belə deyək, yaxşı qayda ilə də sürətli şəkildə baraban başlayır bizim paltarlarımızı yumağa. Təhlükəsizlik qaydalarımızdan ən önəmlisi bu hissədəkini yadınızda saxlayın, suallarda düşür. Yerlə birləşdirici çıxışı olan elektrik yuvalarından istifadə olunur. Yerlə birləşdirici çıxışı olan elektrik yuvalarından istifadə olunur. Bəzən suallarda düşür. Daha sonra vanna otağında dedik ki, açıq elektrik yuvası qoymaq olmaz. Çünki bu elektrik yuvaları rütubətdən müdafiə tipli olmalıdır. Yəni bilirik ki, müasir daha doğrusu elektrik yuvalarında biz oradan belə deyək, çəngəli çıxartdıqda baxırıq ki, orada qapanır da, içərisində bir qapaq var. O neyinir? Mühafizə eləyir də, həmin o tutaq ki, hər hansı bir uşaq da ora nəyisə daxil eləyə bilmir bir tərəfdən. Ancaq hər iki çəngəlin iki gözü də ora daxil olanda həmin o qapaqlar açılır. Bax, bunu nəzərdə tutur ki, bu tip belə deyək, elektrik açar yuvalarından istifadə etməliyik. Maşında əgər axıtma, küy, belə bu hadisələr varsa, biz özümüz bunu təmirə yox da, bunu mütəxəssisini çağırmalıyıq. Həmçinin də çalışmalıyıq ki, döşəmə quru olsun, yəni maşını yerləşdirdiyimiz yerdə.